Sevpa komandasının oyuncusu Ədalət Babayev. Gərgin oyun keçdi Ədalət. Məğlub oldunuz. Nəyə bağlayırsınız bu məğlubiyyəti? Məğlubiyyəti təbii ki, ilk növbədə Qaqarin komandasını təbrik edirəm. Bacarıqlı idilər, dəqiqədə disiplinli idilər, öz oyunlarını göstərdilər. Biz ümumi qrupdakı 3 oyunun enerjisini demək olar ki, bəlkə bu oyunda xərclədik, bəlkə Qaqarin komandası da həmçinin. Yüksək gərginlik, amma baxımlı futbol oldu hər kəs üçün. Kənardan gələn hər kəs bunu deyir ki, bu oyun çox baxımlı oldu. Bizim səhvlərimiz təbii ki, açıq-aşkar planladığımıza görə getmədi oyun. Çox şeylər planlamışdıq, qısa paslar, ümumi olaraq oyun taktikamız fərqli idi, amma Qaqarin komandası buna icazə vermədi. Üstünlük onlardaydı, qələbə də qazandılar. Ümumi hesabda 2-1 önə keçdikdən sonra bizdə biraz boşalma oldu, hiss olundu və bu da nəticəyə təsir edir. Oyunda sərt oyun keçdi. Hakimlərin idarə etməsindən narazılığınız yoxdur ki? Hakimlər təbii ki, insanlar təbii ki, canlıdır, robot deyirlər. Qarşılıqlı məncə səhvlər oldusa oldu. Məncə hakimlər bir komandaya daha çox yüklənmədilər. Qarşılıqlı olduğunda oldusa, düz qərar vardı, səhv qərar vardı. Mən ümumi olaraq hakimlərin qərarlarına razıyam. Belə, bu qədər. Sizin də xalınız məncə 9 xalınız var. 9 xaldı qaldı. Qrupu ikinci yerdə bitirdik. Digər qrupun, hansısa qrupun birincisiyle qarşılaşacağıq. Artıq təkli oyunlara keçmişik. Bu təkli oyunlarda məğlub olan uzaqlaşır. Artıq səhvə yolu verilmək olmaz. Bundan sonra daha disiplinli, daha xarakterli oyun göstərib tərəfdarlarımızı sevindirməyə çalışacağıq. İnşallah. Uğurlar arzu edirik.